də ümumi bir məsləhət verirəm. Düzdür? Kommentdə də yazırsınız. Mən nə deyə bilərəm sizə? Standart deyəcəyəm də sizə burada. Düzdür? Çünki mən bilmirəm məsələnin kökü nədir, nədir, nə deyil, heç nə. Ümumi bir sözlərdir. Nə gözləyirsiniz mənə? Bu seans deyil axı, bu konsultasiya da deyil, seans da deyil. Və burada məni ittiham edirsiniz ki, ittiham yox, belə çox belə toksik bir cümlədir, zəhərli bir cümlədir ki, sizin dünyadan xəbəriniz yox. Mənim dünyadan heç xəbərim olmaz edə. Bilirsiniz necə, mənim nə seanslarıma gələn olardı, nə bir ailədən biri görsün mənim yanıma ana gəlir, sonra qızı gəlir, sonra o biri qızı gəlir, sonra o biri evladı gəlir. Birinə xeyrim dəyməsəydi, o birisi gəlməzdi. Biri o birisinə deyir, qonşusuna deyir, necə olur mənim yardımım dəyməsə, mənim xeyrim dəyməsə. Amma siz ümumi yazırsınız, siz məni gəlirsiniz burada ancaq, bilirsiniz necə, sizdə qəlbi qırıq insansınız, mən anlayıram. Kimlərsə tərəfindən çox belə, necə deyirsə, güclü şəkildə, çox əməlli, böyük bir psixotravma almışsınız. Amma o demək deyil ki, siz gəlib hər dəfə canlıda məni burada zəhərli sözlərinizlə bir atmacalar deyəsiniz burada. Mənim dünyada yaxşı, yoxdur xəbərim, bəyənmirsiniz, gəl.